Harun Mamadov Murta təqdim edir. Millət salam aleykum. Bugünkü tanıtım videomuz Vayhim filmindən olacaq. Bu filmin ana personajı çox söyüşkən, çox latayır ağzına gələn danışan bir insan olduğu üçün bu videoya mütləq naşiqdə qulaq asın. Çünki bilirsiniz ki, mən ASTV tərcüməsini sevmirəm. Düzdür, çox da söyüşlə eləməsəm də vulqar, argo kəlmələrdən istifadə edirəm. Naşiqlərinizi taxın. Bax gözləyirəm. Taxtınız yəni ki. Bir sözlə bu filmdəki baş roldakı qaqaşın danışıq tərzi سه کشور همسایگی سه کشور هست. tipdə olsa da hələ mən biraz yüngülləşdirmişəm. Nətərsən ha gizlən bol. Xəstəsən necəsən aya? Deyirəm bəlkə gələsən Netflix-ə də baxaq. Vay. Nə dedin Netflix? Yazma mən elə şey deyən saxtadan böyle. Dur gəl daha söyləmə. Var yoxsuna lənət deyirəm, lüləm qıpqırmızı qızarıb yanıram. Daiməm sən sözüm yoxdur. Kürəyimi cıras. Bığıva vurum sənin. Gördüyünüz gibi iki şəxs sevgilidirlər və qız ailəsindən uzaqda universitetdə oxuyur. Bu qızın dədəsi, maması və qardaşıdır. Bu gün qızın dədəsi Nedin ad günüdür və bütün qohum əqraba habra yığışıb. Elə habdadır qızları ilə Skype ilə əlaqə saxlayırlar. Cəmiyəm tərbiyəli ağıllı qızım. Son dədəməm. Döyüşə hazırsan balaş? Aya sən oradan çıxdın. Özün dedin də gəl Netflixə Ha baxaq. bu mənim dostumdur. Ad günüm mübarək. Yadırçılıq. Ay neynirsən dədəmlə danışıram. Happy birthday to you. Happy birthday to you. Bu hadisədən sonra Nedin yaxın dostu, iş yoldaşı məsləhət görür ki, Məncə sən get qıza sahib çıx. Çünki oğlan orada onu 100% şak atdıyır. və dədəsi samolyota minib gəlir qızının sevgilisinin öyünə. Qaqaşdakı varlı imkanlı oğlan. O Velcome hoş gəlibsiz. Ağsaqqal. Xoş gəlibsiz xala. Bu gədə qızın sevgilisinin ən yaxın dostu, polis onun treneri, ev işlərinin nəzarına baxan adamdır. Oba peçin odun koyduğum sögülümün talpası gelip. Qaqqalı. Mama döylə şək açdı. Burnu yiyeyim. Dede. Gel. Oğul boğuldum bırak. Zacada. Ay oğul sən ailə tərbiyəsi görməmisən? Ay xala, həyat mənim üçün əbləz ordu. Xoşlamayam, vızqırsın. De vızqırs. Ha bu da uşaq var ağzı oza ayırmayın. Dürtüm yalan deyən ağzına. Güvəndə bu söyüş bilmir. Yox o tərbiyəlidir mən böyütmüşəm. Birazlıq biləm amma. Cındır bir də ən sevdiyin söyüş hansıdır? Dəmişalaq. Vay. Dəmişalaq? Başqa nə bilsə? Göt quruşqası. Sana mən öydə Davay danışacağım. davay ən superindir. Osturaq mürəbbəsi. Osturaq mürəbbəsi? Var yoxuna lənət deyirəm. Sən mənim adamımsan. Corabı nətədir? Səni yeyib sıçmaram. Qəşə. Qaqaş ailəni öylərində gəzdirib, onlara şəkillərini, zadını göstərir. Gədə elə bir zoofildir. Aclığı olan var. Gəlin basışdırın. Gəldimi? Öküz kimi azmışam. Ha bu şəhərin ən gözəl yemağını sizə təqdim edirəm. Qabından bəllidir. İskəndər dönər. Torpaq arası kişniş və qənd. Nuş olsun. Sağ ol. Başı oza dəysin. Dədəsi fürsət tapan kimi başlayır qızı ilə oğlan haqqında danışmağa. Abi bizim alacadan hardan tapısasan 3 cümləsindən biri latayırma da fakt cümlələrdir. Mamavi elə zasosladı ki, heç mən o ömrü boyu elə cuplamamışam. Götmən qədədışı totudu nədir ondandır. Tato. Olsun Toto. Bir sözlə atası gədən heç xoşlamamışdı. Yəni normal hansı ata xoşlayardı ki? Axşamı yenə bütün ailə yığışıb başlayır yeyib içmağa. Dimaq yemağa salafan supu, tikan arası kərkədan böyrəyi və qəlyan tüstündə bişmiş qarışqa yeyən ciyəri. Götabındansa qəzet yiyək. Çox sağ ol. Ölkə gündəminə çatırsan, biraz yavaş ye, yoxsa həzm eləyənməzsən. Bir dənə gözümüzün qabağında dirəmədiği qaldı. Demə day. Dedim day. Qız olsun bir dənə törtüşü var, çadır quru yat da içinə Hadi bəhməz. söyləmə. Mamasına çəkib figurada. İkimizdə maska yox. İki figur əli maşqa və iki xoşvaxt kişi, bir dənə də əlində qalan. Sən az gör, qəzet ayı görmə. Gədə camaata yatağında da rahatçılıq vermirdi. İnan sözü mən heç mama sevgisi görməmişəm. Dədəm düdüyün biri, mamam da ki qəhvənin yekəsi idi. Başa düşürük. Amma sizə elə çox istədim ki, elə çoğulu. Az pilə gedə. O neydi elə? O şiri kimi şeydir, yəni virtual suallara zada cavab verir. Bacı salam ver. Xoş gördük yetilər. Xoş nacılıq qızım. O bizi görür. Məncə ha, deyəsən görür. Ənə ostrağa basırsan, çünki o mən görüb sad eləmirəm. Biraz tərbiyəsizdir. Sizi çox sevirəm ama. 5. Yazıq kişi ablanın tualetində oturub
Əyləyəndən sonra Popşun silmağa salfetka tapır. Ona görə də səslənib soğuşur ki, abi kağız hardadır? Ağsaqqal sol tərəfində düymə var. Ho bas. Evla. Tuvalete osturdu. Nə? Yox, o qaşaq ətirdir. Gözləyin Bluetooth-la tualetə qoşulub sıyuyacam. Demək. Aha deyəsən nasıl işləməyə başladı. Fırlanır aşağıda. Ay bila sakla. Ay bila. Ay bila sakla. Ay yüzüme sıydı tuvalet sakla. Ay bila. Ağsaqqal sistem qarışıb gərək ona sinyanozdan restart verim. Narahat olma, her şey yaxşı olacaq. Açıq boz bayra əsəblərlə oynama. Səbirli ol. Narahat olmayın, mən heç zada baxmıram. 1, 2, 3. Habralar iyiləndi. Ha bu gədənin çox qəribə məşq üsulları var idi. Məsəl üçün hazır olmadığı bir zamanda treneri hamı üstünə hücum eləyib məşqə başlaya bilərdilər. Döyüş hər zaman hazır olmaq lazımdır. Aa valla davam eləmir. Ağsaqqal get sıçıyat. Sən mənə qardaşım kimsən? Qardaş. Cip 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 cip. Ağsaqqal avda baş verənləri öz dostuna danışır. Ağsaqqal kişi sən özün də suqalıq eləyirsən. Az sən 5 dəqiqə sox pataloku var. O kimdir la? Aha sat patolokdakı qızdır. Vəhşi, patoloqa qaldırmısan ha qızı? Yo elə belə aparatdır. Aparata dirəmisən? Ay bilin. Qaqaş öyündə vır-qırğın parti təşkil eləyir. Soyuq su var içirsiniz? Yo sağ ol bala boğazım ağrıyor. No problem, boğaz dərmanı da var. Tanrı səbəb salsın. Yedi. Mən ona yaxşı şey yedizdirəcəm. Onsuz yaşayırsam necə unutmuşam heç nə almıram necə ümid edirəm şəllənirəm hər gecə Çişmə vaxtı. partlasın ürəyi partlasın Sən çox istəyirəm qardaş. soyuqdu sevgi məhəbbət mənə sevgidə çox Tüpür, tüpür çıxsın tüpür. indi də qoy o qalsın əsrət mənə ürəyi partlasın ürəyi partlasın İt yiyəsini tanımır. Partidən sonra kişinin arvadının beyni sönür, cavanlığı zadı yadına düşür. Soyun mənim qoca porsuğum. Exo ver mənə, exo. Boynum qırıldı ayağıma. Az yaxşı işləmə. Xalabon tüfəngi atmır deyəsən. Patolokuma da. Ürəyimi partlatdı, ürək partlasın, ürəyimi partlat. Az indi belə sarpacaq. Gəl təpiyə bulaq suyundan iç. Şöftəl istəyirəm mən, şöftəl. Ağsaqqal habı qızının tərbiyəsiz sövgülüsünün nəsə pox işləri olduğundan şübhələnir və habı hacker dostu ilə oğlanın kompüterinə girib gizli məlumatlar əldə etmək istəyirlər. Və kodu tapıb gədən kompüterini açırlar. Boy tövbə tövbə. Nə oldu? Ekranda qızımın lüt şəkli var. Göstər mən də onu görməliyəm. Poxviyə. İşimiz üçün lazımdır. Sən dedim olmaz. Elə ha bu momentdə qızla oğlan içəri girir. Nə oldu orada? Səsini çıxarma. Səni əyri çevirib düz gedərəm. Gəlmə. Komutanım tuzaq, gəlmə. Abanda yavaş yavaş çıxar da. Çolluğa girmə. Çolluq da tikanlı da deyir. Hava hadisədən sonra yazıq ata ömrün şokunu yaşayır. Sonra da qaqaşı tutub Açı bırax uşağı xədim elədin. atası küsüf qayıdır öz öylərinə. Ancaq oğlan vertolyotla gəlib qızın valideynlərindən üzr istəyir. Dədəsi də xeyir dua verir ki, xoş vaxt olun. Vəssalam. Güya xeyir dua verməyib nə qarası idi? İş işdən keçib. Hə belə dostlar, bir videomuzun yenə sonuna çatdıq. Kanalımızı bəyənirsinizsə abunə olub videoları like etməyi unutmayın. Elə bir həmişə mən like edin deyəndə videonun like-ı çox olur. Xahiş edirəm bir də like eləyib bax. Like. O düymeye basın, heç nədir, 1 saniyənizi alacaq. Amma bizim kanalımız üçün önəmlidir. Çox xahiş edirəm, unutmayın. Nə olar ki? Yer gəlmişən əziz dostlar, güya The Best Inside oyunu oynasaydım. Oynadım elə. Yəni arxası çox mənasız idi də. Çox mənasız, maraqsız gəldi. Elə başlığı biz oynadığımız demo ilə ən maraqlısı o hissəsi idi deyə. İndi bir dənə də oyun çıxıb, artıq deməyəcəm oyun oynayacağam. Əgər oynayacağam, görəcəm həqiqətən paylaşılasıdırsa, elə promoya başlayacağam paylaşmağı, bir dənə də oyun çıxıb görüm o nətərdir. Nəsə dostlar, növbəti videolarda, oyunlarda, tanıtımlarda görüşənədək Öpəyirəm. Why many